İsti havaların yaxınlaşması ilə bir çox insanlar kondisionerə ehtiyac olmadan evlərini sərin tutmağın praktik yollarını axtarırlar. Temperaturlar yavaş-yavaş isinməyə başladığı üçün vətəndaşlar evdə sərin qalmağın ucuz yollarını axtarmağa başlayıblar. Kondisionerlərin yüksək enerji istehlakı və ventilyatorların real soyutma təmin edə bilməməsi səbəbindən bir çox insanlar diqqəti cəlb edən praktik və ucuz bir üsula müraciət etdilər: alüminium folqa. Mütəxəssislərin fikrincə, folqa adi pərdələrdən daha yaxşı istilik əks etdirici rolunu oynayır. O, günəşin pəncərə şüşəsindən keçməsinin qarşısını alır və içərini daha da qızdırır, beləliklə, kondisionerə ehtiyacı azaldır. Kondisioner qədər effektli olmasa da, folqa üsulu və bu kimi sadə tədbirlər yayın istisində sərin qalmağınıza və elektrik enerjisinə qənaət etməyə kömək edə bilər. Üstəlik, tətbiq etmək asandır və dəyəri demək olar ki, əhəmiyyətsizdir.